Gündəlik həyatınızda etdiyiniz bəzi vərdişlər qadın sağlamlığı üçün gizli risk yaradır. Bəs siz bunları bilirdinizmi? Dar və sıx paltar, buzqalter. Uzun müddət sıx buzqalter geyinmək düşün normal qan dövranını azalda və dərində problemlərə səbəb ola bilər. Elektron cihazları sinə yaxınında saxlamaq, telefonu sinə cibində, laptopu qucaqda çox uzun müddət saxlamaq bəzi hallarda diqqət etməli olduğumuz vərdişdir. Kimyəvi məhsullar, ağır dezodorantlar, parfümlər, bəzi kimyəvi krem və losyonlar uzun müddət dəridə qalanda riski artırmasa da dəri və hormon balansına təsir göstərə bilər. Hərəkətsiz həyat və düzgün qidalanmamaq, çox yağlı, şəkərli qidalar və fiziki aktivliyin az olması döş xərçəngi və digər sağlamlıq problemləri üçün risk faktorlarıdır. Stress və yuxusuzluq. Daimi stress və yuxu pozğunluğu hormonal balansı poza bilər. Bu da uzun müddətdə qadın sağlamlığı üçün risk yaradır. Unutmayın, bu vərdişlər xərçəngi birbaşa yaratmasa da riski artırır. Özünüzü yoxlayın. Döş sağlamlığınıza diqqət edin və bu məlumatı yaxın qadın dostlarınızla paylaşın.